Beləliklə, qarşılaşma başlayır. Hər iki komandaya uğurlar. Qeyd edim ki, bu maçı sizin üçün Qismət Bəyişov şərh edəcək. İrəli ötürmə, Beskorovani topa yaxındır, amma yox. Luis Paçu topu qəbul edir. Paçu topladı. Paçudan ötürmə, sağ cinaha kəpəz hücumu. Ötürmə cərimə meydançası istiqamətinə. Paçu! Hava necə istidirsə, oyun da elə başlayıb. Epizodun təkrarı. Luis Paçu. Emil. Emil'dən irəli ötürmə. Rüstəm. Topa çatır Rüstəm. Rüstəmdən ötürmə və topa toxunan olmadı. İndi Aleksa Yankoviç maksimum sürəti ilə topa çatmağa çalışır. Bacardı bunu. Ötürmə Ninkoviç istiqamətinə. Nikola Ninkoviç sağına çəkdi. Ninkoviç! Nikola Ninkoviç! Yenə Ninkoviç! Yenə Ninkoviç! Yenə Ninkoviç! Sumqayıt öndədir! Yankoviçdən ötürməni qəbul etdi Ninkoviç. Qüvvətli zərbə, sağ ayaqla. Çox baxımlı qolu imza atır yenə də Ninkoviç. Yenə də Nikola Ninkoviç baxımlı qolla. Təkrarına. Hər şey buradan başladı. Bu epizodda oyundan kənar vəziyyətin olub-olmadığı yoxlanılır. Rüstəmin ötürməsi zamanı topa toxunan olmadı. Topun çıxmasına imkan vermədi. Aleksa Yankoviç ötürməsinidir Ninkoviç istiqamətinə. Sağına çəkdi. Rauf Hüseynidən yayındı. Oyundan kənar vəziyyət qeyd alınır. Hesab 0-0. Beskorovani ötürməsini etdi Ninkoviçə. Nikola Ninkoviç topladı. Ninkoviç ötürmə Rüstəm istiqamətinə. Rüstəm fırlandı, sağ cinaha gördü. Sumqayıt gəlir, zərbə qapıya. Top qapının üstündən keçir. Bir rəqibindən sıyrıldı. Yankoviç ötürməsini edir. Səbuhi istiqamətinə. Səbuhi Abdullazadə sol cinahda Aleksandr Ramalingom'u görür. Ramalingom sağına çəkdi. Aleksandr Ramalingom zərbə bloklandı. Ramalingom yenidən topladı. Ramalingom! Yusuf İmanov! Künclən zərbə. Baxaq, ilk zərbə cəhdə alınmadı. Topu soluna attı Aleksandr Ramalingom. Sol ayağıyla qüvvətli zərbə indirir, amma top Yusuf İmanovun üzərinə gəlir. Yenə də Nəbiyev topu itirdi. İrəli ötürmə daha doğrusu Rüstəm istiqamətinə. Rüstəm topladı. Rüstəm Əhmədzadə. Mate Abuladze var qarşısında. Geri ötürmək məcburiyyətində qalır. Uzaqdan zərbə! Top qapıdan aralı keçir. Rauf Hüseynli. İrəli ötürmə. Paçu istiqamətinə. Mübarizədən qalib ayrılır Paçu. Luis Paçu ötürməsini edir Fərid istiqamətinə. Amma qarşısı alınır Fərid Nəbiyevin. Cəhdi davam edir Gəncə klubunun. Rauf Hüseynli ötürməsini edir zərbə və Xəyal Fərzullayev. Mahamadou Ba. Bağdan ötürmə gəlir. Uzaq məsafədən zərbə və Xəyal Fərzullayev. Ötürməsi qeyridə qanunlu anlaşmazlıq oldu orada. Ninkoviç ilə Səbuhi Abdullazadə arasında. Senhacı topa çatdı. Ötürməsini etdi Rüstəm Əhmədzadə. Rüstəm topladı. Rüstəm Əhmədzadə. Rüstəm! Yusuf İmanov! Ninkoviç. Cəhdi davam edir Sumqayıtın. Ninkoviç. Senhacı. Sağ cinaha ötürmə edir. Emil Mustafayev istiqamətini ötürmə. Emil topa çatdı. Qərar qapıdan zərbədir. Bir qədər əvvəlki epizod. Təhlükəli gəldi Sumqayıt Rüstəm Əhmədzadə ilə. Cəlmə zərbəsi yerinə yetirəcək Kəpəz. Ötürmə Paçu istiqamətinə. Top uğrunda mübarizə aparır Paçu. Kəpəz hücumu davam edir. Ramalingom mübarizədə uduzdu. Ba'nın zərbəsi bloklanır. Əsas vaxtına 4 dəqiqə
əlavə edilir. Bu epizodla bağlı etiraz edir Kəpəz futbolçuları. Gözləyir yenə də. Görək qərar necə olacaq. Yaxın plandan epizodu izləyirik. Bu da fərqli rakurs. Fit səsləndi. Nikola Ninkoviç. Ninkoviç'in zərbəsi! Yusif İmanov! Nikola Ninkoviç. Baxımlı gol vurmağa yaxın oldu. Amma bu dəfə Yusif İmanov icazə vermir. Deyir ki, mən buradayam. Ninkoviç birbaşa zərbə və gol! Mükəmməl gol! Nikola Ninkoviç! Sanki özünə söz vermişdi ki, bugün edəcək, bugün möhtəşəm gol vuracaq bu futbolçu. Çox mükəmməl gol vurur. Top əvvəlcə qapı dirəyinə deyir, daha sonra Yusif İmanova deyərək qapıya daxil olur. Çıxışda Yusif İmanovun da Fofanadan ötürməyə cəlmə meydanca istiqamətinə başla zərbə və top qapıdan aralı keçir. Nihad Əhmədzadə irəli vurur topu. Mate Abuladze bunun keçməsinə icazə vermədi. Rəhman Hacıyev ötürməsini edir Mahamadou Ba istiqamətinə. Ba'nın ötürməsi keçmir. Camal Cəfərov. Camal! Əllə oyunla bağlı özü baxacaq monitora. Epizodu izləyir Əli Əliyev. Baxın, bu epizoda görə suallar yaranıb. Suallara aydınlıq gətirməyə çalışacaq Əli Əliyev. Əllə oyun var, yoxsa yox bu qərarı. Bir qədər sonra baş hakim Əli Əliyev açıqlayacaq. Gözləyir yenə ki. Baxdı. Qərar nə olacaq? Qərar penalti! Əllə oyunun olduğunu bildirir. Qarşılaşmanın baş hakimi. Onun fikrincə əl təbii vəziyyətdə deyildi. Bu epizoda görə Sumqayıtın qapısına penalti təyin edilir. Fit səsləndirilir. Rauf Hüseynli topun arkasındadır. Rauf Hüseynli və gol!
Kəpəz hesabı bərabərləşdirir 86-cı dəqiqədə. 1-1. Rauf Hüseynli. Hesabı 1-1 edir. Və anlaşmazlıq indi Rəhman Hacıyev topu qəbul etdi. Rəhman Hacıyev topladı. Rəhman Hacıyev təkrar zərbə və top qapının üstündən keçir. Yenə penalti təyin edilir. Yenə penalti təyin edilir. Hər şey buradan başladı. Rəhman bir rəqibindən sıyrıldı. Təkrar zərbədən sonra penalti təyin edilir. Sumqayıtın qapısına. Rauf Hüseynli. Səsləndi. Rauf Hüseynli dubl edə bilər. Rauf Hüseynli və gol! 89-cu dəqiqədə Kəpəz önə keçir. 2 penalti və Rauf Hüseynlinin 2 qolu. 5-ci qolunu vurdu mövsümdə Rauf Hüseynli. Beskorovayni'nin səhvi baha başa gəldi Sumqayıta. Aleksey Yankoviç ötürməsidir. Başlı zərbə və top qapının üstündən keçir. Kenan Feyziyev. İrəli ötürmə. Matey Abuladze topu meydandan çıxarır. Beləliklə qarşılaşmanın baş hakimi gərgin və dramatik maçı bitirir.